Dəyərli Hekayə Qutusu layihəsini izləyən iş adamları, biznesmenlər, əgər siz də öz biznesinizi, öz markanızı milyonlarla insana tanıtmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Milyonlarla, həqiqətən, yəni bu bizim layihəmizə göz gəzdirib, bu nəticələri açıq-aşkar görə bilərsiniz. Bilirsiniz necədir, biz iş adamları ilə ünsiyyətdə oluruq, danışırıq. İnanırsınız, indi bunu iş adamları, bizi izləyən iş adamları üçün çəkirəm. Onlar özləri də bilirlər bunu. Instagrama, digər sosial şəbəkələrə, belə deyək də, məcburi şəkildə, yəni böyük məbləğlərdə, hər ay böyük məbləğlərdə reklama pul ayırırlar. Bu, bilirsiniz, yəni istənməyən insanların da qarşısına, onu görmək istəməyən insanların qarşısına da çıxa bilər. Amma bizim layihəmizdə iştirak edərək siz o biznesinizi, hansı ki bizim layihəmizdə iştirak ediblər, onların nümunəsində öz biznesinizi hansı zəhmətlə, hansı keyfiyyətlə ərsəyə gətirmişsiniz, onu milyonlarla insana çatdıra bilərsiniz və bu həqiqətən də insanlar tərəfindən çox sevilir. Bunu bizim layihəmizdə iştirak edən qonaqlar həmişə təsdiq ediblər, bizdən çox razılıqlarını bildiriblər. O qədər müsbət geri dönüş edirlər ki, valla, hətta ikinci dəfə bizim layihəmizdə danışıblar, qonaq olublar. Biz həqiqətən də, yəni bunu şəxsən mən özüm çox böyük diqqətlə yerinə yetirirəm. Bizə müraciət edən iş adamlarının hər biri ilə görüşürəm. Onların biznesi ilə yaxından tanış oluram. Yəni real zəhmətlə öz biznesini qurmuş insanlardan müsahibə alırıq, onları sizlə paylaşırıq. Dediyim kimi, əgər siz də öz biznesinizi, markanızı sevərək milyonlarla insana tanıtmaq istəyirsinizsə, bizə müraciət edin, biz sizdən müsahibə alaq, gələk sizin biznesinizi çəkək, hansı zəhmətlə, necə əziyyətlə bunu yaratmışsınız, qurmuşsunuz, insanlara göstərək, həm də insanlar sizi tanısınlar, sizin xidmətlərdən, sizin məhsullardan istifadə eləsinlər. Zənginizi, mesajlarınızı gözləyirik, profildə nömrələr qeyd olunub, zəng edin, gələk çəkək. Sağ olun, təşəkkür edirəm.